Dünya İqtisadi Forum 2026'ya xoş gəlmisiniz və bu sessiyada Avro-Asiyanın iqtisadi kimliyini müəyyənləşdirilməsi, Qərblə Şərqin rəqəb maraqları, ölkədəki Qafqaz və Mərkəzi Asiyada artıq bildiyiniz kimi müəyyənatçılar baş verir. İqtisadi planlar və yaranan yeni ticarət dəhlizləri, artan rəqabət, resurslar uğrunda. Region özünün necə bu artan marşrutların fonunda öz rolunu necə gücləndirə bilər? Bugün məhz bunu bu sessiyada müzakirə edəcək. Cənab Prezident İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti, Aleksandr Vučić, Serbiya Respublikasının prezidenti, Əbruzdemir, Limak Holding, Türkiyə sədr və Xaçaqturyan, Ermənistan Respublikasının prezidenti. Burada olduğunuza görə minnətdaram. Biz Ermənistan və eləcədəki Ermənistan dilində də həmçinin sinxron tərcümə xidməti təmin edilməkdədir. Canlı rejimdə və bu məqamdan fürsətdən xahiş istifadə edirik. Saşokiliyə mən Euronews Avropa İttifaqının korrespondentiyəm və bu sessiyaya moderatorluq edəcəm. Biz aramla başlayacağıq və istəyərdim ki, sessiyamızın əvvəlinə qayıdaq. Azərbaycan, Ermənistan qarşılıqlı olaraq artıq 30 ildən sonraki fəlakətlərdən sonra iki ölkə arasında region üçün vacib olan artıq mühüm bir siyasi sənədə imza atdı. Bildiyiniz kimi nə qədər təşəbbüslər göstərildi bu qanlı səhifəyə son qoymaq üçün. Hər iki prezidentlərə xitaben gələcək nələri vəd edir? Hər ikinizin burada olmağın artıq böyük bir ismarıcdır, böyük bir mesajdır. Bəli, siz tamamilə haqlısınız. Bu böyük bir siyasi bir nailiyyət idi. Keçən ilin avqustunda iki ölkə sülh sazişi təşəbbüs etdi və beləliklə 30 illik davam edən, tökülən qana, müharibəyə son qoyuldu. Bu sülh sazişinin unikallığı nədən ibarətdir? Bunun imzalanması hətta 2 ildən də az vaxt aldı. Və ona görə də bu onun nəyi nümayiş etdirdi? Güclü siyasi iradə hər iki tərəfdən olarsa və artıq sülh üçün qətiyyət öhdəliyi olarsa, bəli, qısa zaman kəsiyində də sülhə nail olmaq olar. Bugün nəyə imza atıldı? Kifayət qədər praktiki nəticələr sadəcə və sadəcə biz 5-6 aylıq deyil. Bəli, bu vəziyyətdən qeyd etməliyəm ki, zövq alır Azərbaycan və müstəqil ölkə olaraq heç zaman belə bir sülh şəraitində belə yaşamayıb. Müstəqil olduqdan sonra da 91-ci ildən etibarıdır, bəli, siyasi müharibə qarşı durmaları vardı. Amma bugünkü günümüzdə qeyd etmək lazımdır ki, artıq biz əməkdaşlığa başlamışıq. İlk Azərbaycandan Yukriti vacib neft məhsulları artıq Ermənistana nəql edildi və bunun özü də qiymətləri kifayət qədər aşağı saldı. Bəli, inanılmaz bir hadisə idi 2-3 il əvvəl, amma bugün bu reallıqdır. Və mən belə düşünürəm ki, artıq heç nə bu prosesə müdaxilə edə bilməz. Amma biz nə etməliyik hər iki tərəf olaraq? Biz gərək buradakı sülh və əmin-amanlıq şəraitində yaşamağımızı daima bariz bir nümunə kimi göstərək ki, beləliklə biz o cəmiyyətimizin qarşılıqlı olaraq prosesə tam dəstəyini əldə etmiş olaq. Amma mən çox nikbinəm, çünki əldə edilən nailiyyətlər inanılmaz bir üstünlüdür. Həm Azərbaycan, Ermənistan, Cənubi Qafqaz üçün böyük bir həqiqətən də fürsətdir. Bu isə Cənubi Qafqaz ölkələrinin vaxtı ilə düşmənçilik şəraitində yaşayan iki ölkə artıq əməkdaşlıq mərhələsinin necə keçdiyini görür. Cənab Prezident, sizə də mən eyni sualı vermək istədim. Siz bizim iki ölkələrin gələcəyini necə görürsünüz? Siz üçün Ermənistan üçün gələcək nələri vəd edir? Təşəkkür edirəm.
Allow me to continue. Allah icazənizlə mən davam etmək istəyərdim. Thought of line of President Aliyev. Cənab Prezidentin İlham Əliyevin fikirlərlə mən razıyam ki, bəli, gələcək bizdən asılıdır. Gələcək bizim iki ölkənin liderlərinə bağlıdır və bizim iki ölkənin liderləri artıq o siyasi iradəsini qətiyyətlə nümayiş etdirir. Cənab Prezident İlham Əliyev söylədi ki, biz də siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin ki, 30 ildir bunun biz görməmişdik, amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz bir hadisədir ki, 2 il əvvəl, 1 il əvvəl, bəli, bugün gördüklərimiz, bugünkü yaşadıqlarımız inanılmaz bir hadisə idi ki, biz Ermənistan'da, biz artıq Azərbaycandan kargo, Gürcüstan ərazisi vasitəsilə mallar nəql edilir. Əminəm ki, bu yüklər birbaşa olaraq öz ərazilərimizdən keçəcəkdir. İstər Bakıdan, Azərbaycandan, Ermənistan, Naxçıvan, birbaşa nəqliyyat dəhlizləri vasitəsilə mallar daşınacaqdır. Məsəl odur ki, hər iki ölkə irəli baxaq. Geriyə, keçmişə ancaq baxsaq, keçmişdə baş verən ancaq hadisələrə baxsaq, bu bizim gələcək fürsətlərimizdən bizi məhrum edəcəkdir. Cənab İlham Əliyevə də minnətdaram, təqdir edirik görülən işləri. Bugün və yaxud dünən isə səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz gərək sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bu bizim üçün adi bir vəziyyət deyil, çünki buna öyrəşməmişdi, bu sənədlər imzalamamışdan əvvəl. Hər gün oyanıb, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu bizim üçün hər zaman stresli. İndi isə sizi mən bir də əmin etmək istərdim ki, biz bu keçmişimizi unuduq, artıq biz gərək konkret layihələri həyata keçirik. Biz uğur qazanacağıq, biz inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, biz bir-birimizin ölkə olaraq ərazi bütövlüyünə, suverenitetinə və yurisdiksiyalarına hörmət edirik. Bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və bir neçə ildən sonra sadəcə siyasi iradə, yəni bu səviyyədə deyil, eləcə də adi sıravi işgüzar səfərlər olacaqdır. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqdır. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlığın nəticəsində də biz çox əlverişli bir Cənubi Qafqazda regiona çevriləcək bütün dünya üçün. Bizim bugünkü müzakirələrimiz Avropa ilə Asiya arasındakı əlaqələrdən söhbət getsə, bunun üçün ən gözəl marşrut Cənubi Qafqazdır. Mən əminəm, burada iqtisadi maraqlar da var, sadəcə siyasi bəli, maraqlar çox önəmlidir. Amma iqtisadi maraqlar çox önəmlidir, bunu unutmamalıyıq. Və bu isə bizim qarşılıqlı sazişlərimizdə biz münasibətlərimizi gücləndirəcək və Azərbaycan rəhbərinə, Cənab Prezident Əliyevə təşəkkür edirəm və bizim baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Çünki bizim dövlət rəhbərimiz baş nazirdir. Ona görə də hər iki rəhbərə nümayiş etdirdiyi siyasi iradəyə görə minnətdar. Və burada bir məqsəd var. O məqsəd də sülh idi və sülh də olacaqdır. Üzr istəyirəm, bir daha təkrar edim ki, məsələ hakimiyyətdə qalmaq deyil, sülhə nail olmaqdır. Çünki illər boyunca müəyyən siyasi səbəblər ucbatından sülh prosesi yubanırdı, ancaq danışıqlar davam edir, heç bir ortalıqda nəticə yoxdur. Elə oldu ki, artıq iki ölkə rəhbəri ümumi rəhbər prinsiplər üzərində razılığa gəldi. Və bir məsələyə də toxunmaq istəyərdim. Prezident Trumpın rolunu da vurğulamalıyam ki, o özü də artıq üzərinə bir məsuliyyəti götürdü və avqustun 8-i belə bir tarixi sənədin imzalanmasına təşəbbüs etdi. Prezident Vučić, mən sizə sual vermək istəyərdim. Siz Serbiyanın belə bir mühüm məsələdə, Avro-Asiyada, yəni Avropa-Asiyada köprü rolunu necə görürsünüz? Yəni, konkret olaraq
belə bir iqtisadi kimliyin rol olaraq müəyyənləşdirilməsinə region üçün nə deyə bilərsiniz? Əslində biz bugünkü dünyamızda çox hadisələrin şahidi oluruq. Əslində mən belə bir böyük bir maraq var. Belə bir paneldə də məni maraqlandıran, təəssüfləndirən məqamlar var. Çünki hamı ancaq sabah prezident Trump eyni zamanda von der Leyen və prezident Macronla arasındakı danışıqları müzakirə edir. Mən inanıram ki, bizim ölkələrin rolu getdikcə hətta daha çox olacaqdır. Biz bilirik ki, biz kiçik ölkələrik, bəli, nisbətən kiçik xalqlarıq. Yəni, istər ərazi ölçüsü, yəni əhali ölçüdə zərturam, amma kifayət qədər qürurlu ölkələrik. Amma mən düşünürəm ki, bu gələcəkdə bizim ölkələrin oynayacağı rol çox böyükdür. Ermənistan 3 milyon, bizdə 7 milyon, Azərbaycan isə 10 milyon əhalisi olduğunu nəzərə alaraq da biz bir-birimizlə mütləq yola getməliyik, əməkdaşlıq etməliyik, çox işlər görməliyik. Çünki yaşadığımız dünyada üzləşdiyimiz, yəni düzənin, qaydaların olmamağı, yəni böyük balıqları, kiçik balıqların obrazlı şəkildə uduğunu görürük. Bunlar bitmir, tükənmir, bu işlər davam edir və kör-körənə şəkildə hadisələrin gözümüzün önündə baş verdiyinin şahidi oluruq və BMT-nin hətta xartiyaları, BMT-nin qətnamələri, qaydaları riayət edilmir. Biz özümüz öz qayğısına qalmalıyıq. Burada iki düşüncə məktəbi var. Bir, ya bir tərəfdən yenicə müəyyənləşdirilmiş yeni böyük bir imperiyalar, müxtəlif qütblərdə onlara aid olmaq və digər tərəfdən öz suverenitet müstəqilliyini qorumaq. Bilərək ki, Azərbaycan və Serbiyalı Ermənistan xalqı da ikinci variantı seçəcəyinə inanıram. Bu deməkdir, bu ölkələr öz xalqlarını, öz müstəqilliyini, öz suverenitetini qoruyacaqlar. Bəli, bir tərəf biz əməkdaşlıq etmək istəyirik, amma nəticə etibarilə də biz nə etməliyik? Öz milli maraqlarımızı qorumalıyıq, eləcə də ki, dövlətçiliyimizi mütləq hifz etməliyik. Və sizin sualınıza gəldikdə isə, yəni, və ən vacib mühüm əhəmiyyət kəsb edən məsələlərdən də biri əməkdaşlıqdır və eləcə də öz talelərimizi müsbət mənada bir-birimizə daha da bağlamaq, daha da yaxınlaşdırmaqdır və biz mütləq süni intellekt sahəsində, innovasiyalar sahəsində əməkdaşlıq etməliyik, müdafiə sektoru, bu sahədə əməkdaşlıq etməliyik. Hətta daha tez-tez siyasi məşvərətlər aparmalıyıq, müxtəlif məsələlərlə bağlı. Bəli, bizim ölkələrimiz mehriban ölkələrdir, amma bundan da ziyadə getmək istəyərdim ki, Prezident Xaçaturyanı mən şəxsən Cənab Prezident İlham Əliyevi tanıdığım qədər tanıyıram və Cənab Prezident Əliyevi şəxs dostum kimi qəbul edirəm və ümid edirəm ki, bax, bu münasibətlər digər ölkələrlə də inkişaf edəcəkdir. Amma biz birlikdə olduqda daha da güclük və Qafqaz ölkələri deyərdim ki, hətta əsas bir vasitəçi ölkələr, eləcə də Avropa ilə Asiya arasında eyni zamanda bir qovşaq ölkələrdir. Əslində biz Avropa siyasi icmasının da hər üç ölkə olaraq üzvləririk. Biz Avropa bu sayda ola bilsin ki, Qafqaz ölkələri məqəsdə daha öndəyik, daha irəlidəyik. Amma vəziyyətlərimiz demək olar ki, çox oxşardır. Amma eyni yolla getməliyik və mən inanıram ki, bizim əməkdaşlığımız, tərəfdaşlığımıza gəldikdə, belə ki, biz çoxsaylı pozucu məqamlar, iqtisadi pozucu məqamlar var olub, əvvəllər pandemiya, ondan sonra inflyasiya, ondan sonra qeyd edim ki, müxtəlif təchizat marşrutlarında pozucu tariflər, sanksiyalar və s. Və təsəvvür edə bilərsiniz ki, məhz o səbəbdən də biz gərək özümüz bir-birimizlə əlaqələrimizi gücləndirməliyik. İnfrastrukturdan, qlobal dəmir yol, avtomobil infrastrukturundan danışarkən də, eləcə də ki, rəqəmsal iqtisadiyyat çox önəmlidir və mən belə düşünürəm ki, biz innovasiyalardan, IT sektorundan da və eləcə də süni intellekt nəticə etibarilə də daha da
güclü əlaqələrin formalaşmasına şərait yaradacaq. Bizim dostluğumuza inandıran, bir də böyük maraqlarımızı da unutmamalıyıq. Maraqlarımızın fövqündə də biz daha da güclü münasibətlərimizi, əlaqələrimizi ki, gələcəkdə qura biləcəyik. Təşəkkür edirəm, cənab prezident. Əvvəl dəmir, biz prezidentlər investisiya tərəfinə, biznes tərəfinə toxundu. Sizin indi fikrinizi, mövqeyinizdə eşitmək istəyərdik. Siz nə düşünürsünüz? Bu hansı strategiyalar Avrasiyada rəqabəti gücləndirə bilər və eləcə də ki, qlobal mənzərədə qlobal ticarəti nə gücləndirə bilər? Limakın sədri olmaqla yanaşı mən həmçinin infrastruktur icmasının Dünya İqtisadi Forumunda da bir məsul bir şəxsəm ki, çox saylı infrastruktur padraçılar var, investorlar var. Eləcə də ki, Türkiyəni də təmsil edirəm. Mən biz bu forumda iştirak edərkən bu münasibətlərə də toxunmaya bilməzdim. Mən belə düşünürəm ki, investisiyalar ancaq və uzun müddətli stabillik və sülh və əmin-amanlıq olduqda gələcəkdir. Stabillik olmadıqda heç kəs investisiya etməyəcəkdir. Burada liderlər iştirakını nəzərə alırıq ki, mən çox şadam ki, onların sırasındayım. Sülh və əmin-amanlıq uzun müddətli olması investorların gələcəyinə dəlalət edir. TRIPS sazişini də oxumuşam. Kifayət qədər təsbit edilmiş prinsipləri var və hər bir məqam investisiyalarda məhz bu sazişlərin fonunda bundan qaynaqlanaraq gələcəkdir. Bəli, artıq Bakı bir layihəsi qeyd etmək istəyirdim, amma orta dəhlizlə də biz daha çox işlər görə bilərik və demək istədiyim odur ki, infrastruktur sadəcə yollardan ibarət deyil, dəmir yolları deyil, burada rəqəmsal infrastrukturu, enerji infrastrukturu da özündə ihtiva edir. Bu isə daha əlavə infrastrukturları, limanlardır, logistika mərkəzlər və insanlardır. Önəmli olan insanlardır, gəlib məskən sağlar logistika mərkəzlərinin ətrafında. Bu isə bugün burada liderlərin müsbət, təbii ki, fikirlərin olması çox önəmlidir. Dövlət özəl əməkdaşlığı çox önəmlidir. Bəli, biz dövlət özəl əməkdaşlıq layihələri istiqamətində günümüzdə çox işlər görülür. Yəni, beynəlxalq maliyyə təsisatları ümid edirəm ki, Avropa İnvestisiya Bankıdır, eləcə ki, ABŞ-ın da böyük bir maliyyə təsisatı öz töhfəsini verəcək və özəl investorlar da bu prosesə qoşulacaq gecikdirisi. Burada çox müsbət məqamların şahidi oluruq. Biz geosiyasi risklərdən, siyasi risklərdən danışdıq, amma çox şadam ki, bu paneldə də biz həmçinin böyük bir pozitiv bir əhval-ruhiyyə də var ki, biz o əməkdaşlığı bizim regiona gətirən məqamları görən böyük bir əməkdaşlıq fürsətləri var. İcazənizlə də mən xanımın səsləndirdiyi fikirlərə öz fikrimi əlavə etmək istəyərdim. Biz sülh, stabillik, sakitçilikdən danışırıq. İnanın günümüzdə sülhə, stabiliyyəyə heç zaman olmadığı qədər lazımdır. Dünya müharibəsindən sonra bildiyimiz kimi nə qədər müxtəlif ölkələrdə çox müharibələr baş verib və bu il keçən ilki müqayisədə daha da pis olacaqlı deyirlər və gələn il bu ilki ilə müqayisədə daha pis olacaqlı deyənlər var və hamı sülhdən, təhlükəsizlikdən danışır, amma və bunun da yanaşı təəssüflər olsun ki, müəyyən prinsiplər riayət edilmir. Hamı öz milli maraqlarını güdür. Heç kəs çox tərəfli prinsiplərinə hörmət etmir. Bu isə böyük bir xətadır. Yəni, hamının əvvəllər keçmişdə etdiyi bir səhvlərdir və təəssüflər olsun ki, bu xətanı düzəldə bilmər. Yəni, cənab prezident Trump sabah da gəlib deyə bilər ki, layını fikirlə razıyam. Bu baş verməyəcək. Və ümumiyyətlə inanmırıq. Və hamı bilirik ki, prezident Trump Avropada əslində əsas ali rəhbəri səsləndiyi fikirlə razılaşmayacaq. Bəli, insanlar ola bilər ki, bizim ölkələrimizdə belə, məsələn, Avropa, Yerevanda, Belqradda, Bakıda deyə bilərlər ki, bu problem bizdən uzaqdır, amma bunun axı nəticəsini unutmamalıyıq, bunun aqibətini hamımız yaşayacağıq. Ona görə də mən bizim aramızda sıx münasibətlərin
daha da güclənməsindən danışırıq ki, istərik ki, iqtisadi şoklardan, siyasi şoklardan maksimum uzaqda ol, daha az təsirlənə. Ona görə də mən o qədər də nikbin deyiləm. Biz indi yeni kifayət qədər qeyri-müəyyənliklər, çoxlu dəyişikliklərlə dolu olan bir eraya daxil oluruq. Üzr istəyirəm bunları səsləndirdiyimə görə. Çünki bu mənim 12-ci səfərimdir Davosa. Mən artıq veteranam və inanmıram ki, kimsə mənim qədər burada Davosda bu qədər iştirak etmiş ola bilər. Həyatım boyu bu qədər insanı 12-lərdə çıxmadan görməmişdim. Və burada insanlar heç kəsi tərifləməyə gəlməyib. Hamı öz gələcək ölkələrindən, taleyindən narahatdır. Şirkət nümayə rəhbərləri, dövlət liderləri buraya təşrif buyurub. Baş nazirlər, hökumət rəsmiləri və heç kəs sevinmir. Heç kəsin üzündə nə təbəssüm yoxdur. Heç kəs gülümsəmir. Niyə? Çünki sabah ölkələrində nə baş verəcəyini heç kəs deyə bilməz. Ona görə də hamımız narahatıq. Amma yenə də bizi birləşdirən, bizi əlaqələndirən, bu bizim üçün həll yolları ən azından bəli, biz ən azından biz öz yaxşı həll yollarını ümid edirəm ki, ümumi ortaq məxrəcə gələ bilərik kiçik ölkələrimizin fonunda, Avrasiya regionunda. And I would specifically want also to pick up on, you said nobody cares about Və siz dedi ki, çox tərəfli heç kəs maraqlı deyil. Hamını milli maraqlar düşündürür. Və ona görə də mən Prezident Cənab Əliyevə sual vermək istədim. Cənab Əliyev, siz bunu Cənab üçün söylədiyi fikirlərlə bağlı necə sağ-salamat qalmaq olar və biz necə bu stresi, cari şokların stresini necə azaltmaq olar ki, bizim çox tərəfli fazası oldu, mövqe dəyişmir, amma bir o qədər də özünü doğrultmur deyə bilərikmi? Mən belə düşünürəm ki, hər bir şey bizim əlimizdədir. Yenə də sizin baxışınızdan, proqramınızdan, siyasi gələcək baxışınızdan çox şey asılıdır. Yenə də Ermənistanla sülh məsələsinə və ondan da əvvəl 30 il əvvəl münaqişəyə baxsaq, çox çətin vaxtlarımız olub, ölkə olaraq, xalqlar olaraq, bəli biz ərazi itkiləri ilə üzləşmişik. Milyonlarla insan evsiz, öz yurdlarından didərgin düşüb. Amma bunlara rəğmən ümidimizi itirmədik. Biz heç bir vəclə öz şücaətimizi itirmədik. Daima çalışıb beynəlxalq hüquq və ədaləti və suverenitetimizi bərqərar etməyə çalışdıq və belə görürük ki, beynəlxalq təsisatlar o zaman, yəni 30 il əvvəl, 20 il əvvəl, hətta 10 il əvvəl, indi hazırda belə, onlar davranışı hələ də dəyişməyib. Amma biz dəyişdik. Necə? Belə ki, biz artıq kiminsə gəlib bizim üçün bu problemləri həll edəcəyik, artıq inanmadıq. Beynəlxalq vasitəsilə bağlı ümidlər uğursuzluğa düçar oldu. BMT-nin Təhlükəsizlik Şurası ki, ən böyük beynəlxalq qurum 4 qətnamə qəbul etməklə Ermənistanın təbii ki, ordusunun qeyri-şərtsiz ərazimizdən çıxmasını tələb edirdi. Amma faydası çox sayılı beynəlxalq təşkilatlar qətnamələr, qərarlar qəbul elədi və heç bir fayda vermədi. Ta ki, biz vəziyyəti ixtiyarımızı əlimizə götürənə kimi. Bəli, biz ədaləti, beynəlxalq hüququ, suverenitetimizi, ərazi bütövlüyümüzü bərpa etdik və ondan sonra sülhə nail olduq. Ondan sonra dayandı müharibə. Və bir ölkə lideri olaraq ki, 30 il əzab-əziyyət çəkən müharibədən bir ölkə olaraq doğru vaxtda dayanmaq ən məsuliyyətli və vacib bir verilmiş qərardır. Bəli, davam edə bilərdi. Mən səmimi olmaq istəyirəm, sizlə, auditoriya ilə açıq danışmaq istəyirəm. Amma bu isə sonsuz təbii müharibənin davam etməsinə, daha çox qurbanlara gətirib çıxarmalıydı. Onu biz dayandırmaq qərarına gəldik. Biz qərara gəldik müharibəni dayandıraq. Bəli, bu birgə qərar Ermənistan-Azərbaycan arasında, iki ölkə rəhbərləri arasında bu artıq tökülən bu qan səhifəsini bağladıq. Sülh üçün fürsət imkanları axtardıq və biz rekord bir sürətdə artıq müharibə, keçmiş müharibədən ciddi sentyabr
artıq bildiyiniz 2023-cü ildən, artıq 25-ci il ərzində Ermənistanın baş naziri və mən özüm bu hərbi münaqişələrdən sonra bir siyasi bir bəyannamə imzaladıq və artıq sülh təşəbbüsü Prezident Trumpın önündə baş tutdu və Prezident də o bəyannaməyə şahid qismində imza atdı və belə ki, biz də nəhayət ki, müharibəyə dünyanın bir nömrəli siyasi ofisində son qoyduq. Amma biz sadəcə beynəlxalq hesablara ümid etməməli, bel bağlamamalıyıq. Prezident Aleksandrla razıyam ki, vəziyyət bəlkə də əvvəlkilərlə müqayisədə daha da kəskin xarakter alıb. Amma mən onun bir müəyyən bədbin fikirləri ilə razılaşa bilmərəm. Çünki vəziyyəti öz ixtiyarınıza, nəzarət altına alıb, öz milli maraqlarınızı hifz etməklə və o zaman gələcək xalqlarınız öz xalqınız üçün çox uğurlara nail olmaq, çox tərəfli, bir tərəfli proteksionist prinsiplərə gəldikdə biz görürük ki, nələr çox şeylər haçalanır. Ümumiyyət, ticarəti də artıq haçalanır. Biz ümumiyyət ticarət təşkilatına qoşulmadıq. Baxmayaraq ki, biz dəvət edildik. Çünki biz iqtisadi müstəqilliyimizi və siyasi müstəqilliyimizi əldə etmək istəyirdik. Amma bununla belə çox sayılı vasitəçilərlə də əlaqələrimiz var idi. Və bizim çox siyasi strateji sənədlər Avropa İttifaqının 10 ölkəsində imzalandı, strateji tərəfdaşlıq sazişi Çinlə imzalandı, strateji xartiyada artıq hazırda ABŞ-də müzakirə edilməkdədir. Bunlar hamısı mümkündür. Bunun biri və digərini heç bir vəclə ziddiyyət təşkil etmir. Aydın bir ölkənin gələcək baxışı olduqca kifayət qədər bu fikirlərlə razılaşan cəmiyyət olduqda, kimin nə deməklə asılı olmayaraq və kimin hansısa məqalələrdə sizin və görüşlərlə bağlı yazmasından asılı olmayaraq hər zaman uğur qazanacaq. Mən daha nikbinəm. Xüsusilə də Ermənistanla bizim münasibətlərimizin fövqündə bu xüsusi unikal bir hadisədir ki, biz real sülh 30 illik müharibə və tökülən qanundan sonra nail olundu və bu sülh də nəticə etibarilə yerdə gələcək iqtisadi əməkdaşlığa töhfə verəcəkdir. Prezident Xaçaturyan yeni bir prezident Vučić, prezident Əliyevin səsləndirdiyi fikirlərə istinadən, yəni yanaşmaları dəyişməklə çox tərəflilikdən doğru getdik. Eləcə də ki, öz milli maraqlarınızı necə qoruya bilərsiniz fikrini eşidək. Təşəkkür edirəm, minnətdaram. Mən onu qeyd etmək istəyərdim ki, biz sülh bəyannaməsini imza atdıq. Niyə? Çünki iki ölkənin siyasi rəhbərliyi artıq bu məsələdə prinsipial razılığa gəldi. Əksi təqdirdə Cənab Prezident İlham Əliyevlə razıyam ki, bu müharibə davam edəsiydi, uzun-uzadı davam edəsiydi. Yəni, heç bir gələcək vəd etməyən bir hadisə olasıydı. Amma ona görə də mən heç bir vəclə müharibə insan itkilərinə gətirib çıxaran heç bir siyasi yanaşmanı qəbul etmirəm. Yəni ki, bu 88-ci ildən bəri siyasi ümumiyyətlə bildiyiniz kimi hadisələr baş verdi, münaqişələr baş verdi, amma insan itkiləri heç zaman bərpa olunmaz. Bəli, maddi itkiləri bərpa edə bilər, amma insan itkiləri təəssüf ki, bərpa olunmaz. Ona görə də siyasi liderliyin, rəhbərliyin sülh bu məsələlərdə çox önəmli bu xalqların özdə siyasi rəhbərlərin şücaətindən onların müvəqqəti məsələləri, kiçik amaları kənara qoyub daha strateji düşünməyi vadar edir. Bunlar məhz ölkələrin uğurunu şərtləndir və çox xoşbəxtlikdən hər iki ölkənin lideri bu gələcək sülh cığırını yolunu seçdi və xalqlarımızın rifah yolunu seçdi. Bu isə ən ümdə məsələdir. Bunlar sadəcə sözlər deyil. Yəni, hər bir siyasətçi təbircə desək, öz siyasi fəaliyyətlərim boyunca hər zaman çalışıb sülh üçün faydalı olmağa çalışdım. Və mən çünki bir məsələni aydın şəkildə anladım. Qonşuluqda ancaq qonşularla sülh və mənamanlıq şəraitində yaşaması. Bu gündəlik həyatına da istirahət etməli. Bunun başqa yolu yoxdur. Başqa yol ancaq müharibə, münaqişə, vaxt etkisidir. Ona görə də mən bu məsələdə nikbinəm ki, biz uğur qazanacağıq. Birgə
və iqtisadi və mədəni layihələrimiz olacaq və artıq bu məqamla bağlı presedentimiz var. Odur ki, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri artıq görüşüb və yaxın gələcəkdə işgüzar insanlarımız, biznes icmaları görüşəcəkdir. Artıq Ermənistanda da insanlar avtomobillərini Azərbaycan benzinini doldururlar. Əvvəllər bu məsələ ilə bağlı düşmənçilik mövqeyi sərgilənirdi, amma bu yeni reallıqlardır. Ona görə də dünyamızda çoxlu dəyişkənliklər var. Covid-dən sonra çox hadisələr dəyişdi. Dünyanın siyasi xəritəsi də daima dəyişməkdədir. İdarə etmə üslubları da dəyişməkdədir. Ona görə də bu minvalla, yəni kiçik ölkələr daha çox çətinliklərlə üzləşirlər. Ha belə, mən kiçik deyərkən bu mənfi deyil, bu arada üstünlükdür. O deməkdir ki, biz daha müstəqil şəkildə qərarları verib, onları özümüz icra edə bilirik. Bəli, siz sual verə bilərsiniz. Yaxşı, böyük ölkələr nədir? Böyük ölkələrin öz böyük problemləri var. Amma bizim ölkələrimizin öz maraqlarımız var ki, onların fonunda biz qərarlar veririk. Ona görə də mən sadəcə fikir, rəy bildirirəm. Əgər ölkənin özünün aydın mövqeyi, aydın strategiyası öz gələcəyi ilə bağlı mövcuddursa və o gələcək bir tədbirlərlə bağlı mexanizmlər olarsa, biz çətin vəziyyət öhdəsindən gələ bilərik. Heç bir vəçlə üzləşdiyimiz problemləri şişirtmək istəmir, nə də ki, onları şişirtmək də istəmirəm. Yəni, özümüzü elə aparmaq istəmirəm ki, hadisələr heç nə dəyişə bilməz. Xeyr, dünyamız bundan da daha dəhşətli vəziyyətlə, daha çox itkilərlə üzləşib. Artıq biz problemlərin, müharibələrin belə öhdəsindən gəldik. Misal üçün, Avropa İttifaqının özü İkinci Dünya müharibəsindən sonra yaranan bir qurumdur. Bildiyiniz kimi, Avropa İttifaqının təsis edilməsi ilə bağlı Avropa ölkələri artıq sənədə imza atdı. O deməkdir ki, artıq ortaq düşmən yox, ortaq maraqlar var. Siyasi belə bir deyim var. Amma bu maraqlar bizim ölkələrin iqtisadi maraqları ilə də uzlaşmalıdır. Bu isə sülh və əmin-amanlıq şəraitində qonşularımızla da münasibətlər formalaşmalı. Bu məsələ Türkiyəyə də aiddir və əgər biz problem hər zaman tapmaq olar, amma lazım deyil. Türkiyə bizimlə qonşudur. Bəli, yine İran, Gürcistan da bizim yaxın qonşularımızdır və mən Ermənistanı sadəcə misal çəkirəm ki, çox sayılı yanaşmalar var bununla bağlı. Yəni, biz o ölkələrdə, amma nəticə etibarilə də bizim Ermənistan olaraq maraqlarımız var ki, bunlar da sülh və dostluq münasibətləri qonşularla və faydalı olmaq bir-birimiz üçün ki, qarşılıqlı maraqlardır. Təşəkkür edirəm. Mən də qısa olaraq əlavə etmək istəyərdim ki, budurmu həll yolu? Bu sizin fikrinizcə, prezidentin səsləndirdiyi kimi, yəni nə bloklara böyük, təbii ki, müttəfiqliyə qoşulmamaq, sadəcə milli maraqların, iqtisadi maraqların nəzərə alaraqsa siyasi deyil, yəni iki tərəfli, bir tərəfli dinamikanı nəzərə alaraq nə deyə bilərik? Mən regiondan danışmaq istəyirəm ki, bu regionumuz daha az inkişaf edib, daha çox şeylər görülə, daha işlər görülə bilər bu regionda. Ona görə də mən Türkiyə perspektivasından danışmış olsam, bizim prezidentimiz Erdoğan dəstək verir. Və ona görə də biz bunu birlikdə bütün ölkələr, investisiyaları bir araya gələrsə, biz onda hər zaman irəli gedəcək. Yəni, kifayət qədər böyük biznes camiələri bir araya gələrsə, o zaman böyük sülhü pozmaq da çətin olacaqdır. Ona görə biznes, investisiya perspektivasından biz belə bir rəqəmsal dəhlizləri yaratıb, nəqliyyat dəhlizlərini formalaşdırmalıyıq. Ona görə də bütün bu qeyd etdiyim, istehsal etdiyimiz Türkiyədən, Avropadan istehsal edilən məhsullar daxil olacaq. Və bu məqamda çox mən nikbinəm. Çünki Ermənistanla Azərbaycan arasında çox müsbət mənada işlər görülür və Türkiyədə bu mənada
akselerator rolunu oynayacaq, yəni vasitəçi rolunu oynayacaq. Yəni bizim sərhədlər açılacaq. Bəli, Azərbaycan bizim qardaş, dost ölkəmizdir. Hətta Gürcüstanı da qeyd etməliyik. Bu paneldə də biz daha çox regional investisiyalara təşəbbüs etməliyik. Nələri əvvəllər etməmişik, nələri hazırda həyata keçirməliyik, nələr daha çox görülə bilər. Sülh stabilliyi varsa, niyə də investisiya gəlməsin? Türkiyədə nisbətən nəğəs olaraq deyim ki, biraz daha böyük ölkəyi və yenə də bizim prezident bunu təkrar edir. Biznes, Türkiyədə də biznes camiası olaraq da sizin əmin edirəm ki, bu tərəfdaşlığın investisiya olaraq arxasında duracaq. Çox maraqlı bir dinamikadır. Avro-Asiya regionu olaraq sizin də təmsil etdiyiniz ölkələrin fonunda qarşılıqlı olaraq regional maraq üçün münasibətlərin gücləndirilməsi, geosiyasi landşaft mənzərə də artıq dəyişmiş olur. Ona görə də mən bunu son bir hamınızın fikirlərinizə eşitmək istəyərdim. Siz belə bir mürəkkəb, keşməkeşli çox kövrək bir qlobal vəziyyətdə Avro-Asiyanı, bax, belə bir mənzərədə necə görürsünüz? Prezident Əliyev, siz. Avro-Asiya böyük bir coğrafi mühitdir. Bizim düşündüyümüz, bizim region və bizim yaxın qonşularımızdır. Və mən çox şadam ki, bu müstəqillik illərinin ərzində biz çox sıx işgüzar münasibətlərimizi qonşularla qura bildik. Məlum səbəblərə görə Ermənistan istisna idi, amma sülh de facto olaraq bərpa edildikdən sonra da biz Ermənistanla iqtisadi münasibətlərimizə başlamışıq. Artıq müəyyən məhsullar ixrac olunmaqdadır. Azərbaycan yüklərin daşıması ilə bağlı qadağaları Ermənistandan aradan qaldırdı. İstər Qazaxıstan və Rusiyadan qadağalar aradan qaldırdı. İndi isə bizə artıq Ermənistan tərəfindən bizə müraciət daxil olub ki, tranzitin Ermənistandan Rusiyaya tranzit icazəsi verilməsi ilə bağlı müraciət daxil oldu. Faktiki olaraq bir tərəfli şəkildə biz artıq dəhlizləri Ermənistan üçün açırıq. Bəli, nəqliyyat marşrutları hazırda Gürcüstandan keçir, amma inanıram ki, bir gün bu Ermənistandan keçəcək və birbaşa Ermənistandan, Azərbaycandan nəqliyyat marşrutu keçəcək və bu gün uzaqda deyil. Biz Türkiyə ilə sıx müttəfiqlik münasibətlərini yaratmışıq ki, qonşu qardaş ölkəmizdir və Türkiyədə böyük investisiyalarımız var. Bizim Türkiyədə investisiyalarımız 20 milyard ABŞ dolları keçir. Biz hətta Gürcüstanın ən böyük investor ölkələrindən və TRIP və müxtəlif layihələrlə də ki, ABŞ-a nəzarət etdiyi layihələrdə yeni nəqliyyat dəhlizi Asiyadan keçməklə Xəzər dönüzü boyunca Azərbaycandan, Ermənistandan, Ermənistanın bir hissəsi Naxçıvandan, Türkiyə, ondan sonra da Avropaya mallar nəql ediləcək və mövcud Gürcüstandan keçən dəhlizlərindən də əlavə nə qədər çox marşrut çox olarsa, istər təchizatçılara, transit ölkələrə, istehsalçılara da daha çox faydası olacaqdır. Biz ölkə olaraq hər zaman regional gündəliyimizə xüsusi diqqət yetiririk və əgər biz region maraqlarına nail olmasaq, o zaman qlobal bir gündəliyə töhfə verə bilmərik. Amma paralel baş verən Ermənistan-Azərbaycan arasındakı münasibətlər və Türkiyə-Ermənistan barışıq prosesləri ki, davam edir, ümid edirik və inanırıq ki, diplomatik münasibətlər, istərsə də Türkiyə-Ermənistan, Azərbaycan və Ermənistan arasında eyni zamanda artıq tamamlanacağına inanırıq. Belə olduqda da biz coğrafi Avro-Asiyada bir qismən də olsa bizim əlaqələrin enerji təhlükəsizliyi üçün, sülh və stabilliyi üçün də artıq bizim necə uzun müddətli münaqişələrin, müharibələrin gələcəkdə tərəfdaşlıq əməkdaşlığı necə çevrildiyinin bariz nümunəsi olacaqdır. Sizin son fikirlərinizi, cənab prezident, eşitmək istəyərdim. It's difficult. Əslində, prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir, çünki prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylediyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür.
Yəni yaşadığımız dünyada istər orta dəhliz marşrutu olsun, Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha çox mühüm əhəmiyyət kəsb etməyə başlayır. Odur ki, bizim regionumuzun əhəmiyyəti də istər Avropa İttifaqı, Avropa ölkələri üçün ayrı-ayrılıq dərəcədəki uzaq şərqdə də getdikcə əhəmiyyəti artmaqdadır. Bəzi çox paralel hadisələr Mərkəzi Asiyada cərəyan etməkdədir və burada da intensiv şəkildə də Avtasiya ölkələri öz potensialını artırır. Və Azərbaycan da uzun müddətli tranzit imkanlarını icra etməkdə. Tezliklə də bu Ermənistanda da ümid etdik olacaqdır ki, bu isə alternativlər bizneslərin onlar üçün daha faydalı, rentabeli variantları seçmə imkanını verir. Amma biz bu fürsət imkanlara baxdıqda hər zaman dəmir yollarına, nəqliyyat, avtomobillərə baxırıq. Amma bu yeganə amil olmamalıdır. Burada həmçinin enerjidir, yeni texnologiyadır. Bunlar internetdir. Eyni zamanda bu xidmətdir sərhədləri boyunca. Çünki bizim bütün bir dünyamız dəyişməkdədir. İqtisadi kontent dəyişməkdədir. Ona görə də biz burada xəritəyə baxırıq, ən marşrutlara baxırıq. Bizim bəli, burada İpək yolu vaxtilə də çox mühüm bir marşrut olub. Ən səmərəli marşrutlardan biri kimi özünə kifayət qədər doğru oldu. Yəni, mənsəblər ucbatından ləğv edilmişdi son 30 il ərzində. 91-ci ildən sonra funksional olmayıb, amma yenə də qeyd etmək istəyir və əmin edirəm ki, burada bəli, mən nikbinəm, bizim gələcək üçün nikbinəm, çünki ən mühüm olan məsələ siyasi iradədir və siyasi qərarların verilməsidir. Ona görə də bu mütəmadi olmalıdır. Diplomatik münasibətlər qorulmalıdır. Diplomatik münasibətlər Türkiyə ilə də çox vakifdir. Bunlar da ən mühüm amillər sırasındadır. Bəli, biz həmçinin nə etməliyik? Bizim vətəndaşlarımız, xalqlarımız arasında da onlar bu prosesdə yaxından iştirak etməlidirlər. Bu elə bir iş prosesidir ki, vaxt tələb edir. Əgər prezident və baş naziri qısa zaman ərzində, yəni 2 il ərzində rəhbər prinsiplər üzərində razılığa gələ bildilərsə, yəni eynisində biz öz cəmiyyətlərimizdən gözləməliyik. Amma belə ola bilsin ki, tempdə deyil, yəni müəyyən məsələlər vaxt tələb edir və mən ümid edirəm ki, hər iki ölkə, Ermənistan və Azərbaycan gələcəkdə bu məcrada öz fəaliyyətlərinə davam edəcəkdir ki, xalqlarımız, cəmiyyətlərimiz prosesdə daha da yaxından iştirak etmiş olsun ki, beləliklə də bizim davamlı sülhümüz təmin olsun ki, artıq Cənab Prezident İlham Əliyev də söylədiyi kimi bu uzun müddətli və davamlı sülh olmalıdır. Cənab Prezident, sizin fikirlərinizi dəyişdirmək istəyərdim. Cənubi Qafqaz və mən dostlarıma görə çox sevinirəm. Bəli, demək asandır ki, biz əməkdaşlığımızı artırmışıq və hətta bizim Azərbaycan investisiya elədiyi Serbiya dövlətimizdə artıq 60 milyon layihə artıq tamamlanmaqdadır. Eyni zamanda Belqradla Bakı arasında birbaşa uçuş, reys açılışıdır. Tbilisidə də belə bir birbaşa reys eyni zamanda da Ermənistanla da əminəm ki, belə bir birbaşa uçuşlar təşkil ediləcək. Beləliklə də biz gələcəkdə qərblə yanaşı şərqə də doğru əməkdaşlığımızı genişləndirəcək, dostlarımızla münasibətlərimizi gücləndirəcək. Yəni, Cənab Prezidentin İlham Əliyevin söylədiyi fikirlə bağlı bir mövqe var. Həqiqətən də çox ən mükəmməl liderlərdən biridir günümüzdəki. Bu çox nadir bir hadisədir, amma bunun təsir effekti də var. Təsir effekti danılmamalıdır, bəli, müasir Azərbaycanı görürük, amma bizim ölkəmizdə çox sayılı Avropa ölkələri ehtiyac hissələri istehsalları edir. Təsəvvür edir ki, ABŞ tarifləri artırarsa o şirkətlər, o deməkdir ki, biz o zavodlarımızı bağlamalıyıq Serbiyadə. Fabriklərimizi bağlanmalıyıq. Amma eyni zamanda bir siyasi bir məsələ də var ki, biz görürük ki, hamı özünün Pandora qutusundan danışır. Hamı yeni Pandora qutusundan danışmaqda, amma yeni
əsl Pandora qutusu Kosovo məsələsi ilə bağlı oldu. Yəni dünyanın bir çox ölkələri, qərb dünyasında da ələlxüsus Kosovanın müstəqilliyini tanıdı və qəbul etdi. Yəni burada isə humanitar baş vermiş fəlakətin nəticə etibarilə Serbiya hakimiyyət qurumlarının fəaliyyətindən baş tutduğunu səbəb kimi gətirirlər. Eyni argumentdə digər ölkələr tərəfindən səsləndirilir. Amma unudulan bir məqam var. Nə zaman münaqişə baş verdiyi ilə bağlıdır. Ona görə də mənim nikbin olmamağımın səbəbi daha çox regional, lokal müharibələrin sayının qat-qat artmasıdır. Ona görə də əminlik yoxdur. Nə Körfəz regionunda, yəni əvvəllər belə deyildi. Ta ki son 2 aya qədər. Və həmçinin bir məsələyə də toxunmaq istərdim ki, bu ABŞ ilə Avropa arasındakı bu haçalanma müvəqqəti deyil. Bu fikir ayrılıqları ABŞ ilə Avropa arasında uzun müddət davam edəcək. Nəticədə hamımız bunun bədəlini ödəməli olacaq. İstər biz ölkələrimizə aid olsun və yaxud da bu nə dərəcədə təsir edəcəkmi bu hadisələr? Heç şübhəsiz. Amma ümid edirəm ki, yaxın Ermənistan bizim Azərbaycan, verəcək də bizim Türkiyə kimi ümid edirəm ki, bizim mehriban dost ölkələrimizin dəstəyi sayəsində çətinliklərin öhdəsindən gələ biləcək. Əslində, sizin də optimist fikirlərinizi eşitmək istəyərdim. Bəli, biznes liderlər olaraq biz nikbin optimist olmalıyıq və bizim regiondakı sülh və əmin-əmanlıqla gələcək işlərimizin bünövrəsini quracaqdır. Biz investorlar olaraq, padraçlar olaraq, bəli, biz uzun müddətli stabillik və sülh əsasında işlərimizi quracaq. Hamımızın sülh ehtiyacımız var. Təşəkkür edirəm. Təəssüflər olsun ki, vaxtımız azdır. Təşəkkür edirəm bizi izlədiyinizə görə. Sağ olun.